Bugün paytaxtın Binəqədi rayonunda yerləşən İdrak liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə bugün saat 09 radələrində baş verib. Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl İdrak liseyində 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək, orada işləyən 29 yaşlı xanım müəllimə xəsarət yetirib. Güllə müəllimin boyun nahiyəsinə dəyib. Hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Xatırladaq ki, yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 sayılı məktəbi yüksək nəticələrlə bitirib. Şəhla Kamilova həmin il universitetə daxil olub və kompüter elmləri ixtisası üzrə ali təhsil alıb. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.